Quran-ı Kərimdə Allah Teala Süleyman əleyhissalamın dastanını nəql edərkən Nəml surəsində bir yerdə buyurur ki, Həzrət Süleyman əleyhissalam gəldi qarışqaların o vadisinə, qarışqaların yaşadığı öz ordusundan bütün ins, cin hamısı, quşlar, heyvanlar hamısı Süleyman əleyhissalamın xidmətindədir. Yəni ordusunun bir xüsusi bir əzəməti var idi. Çox qeyri-adi əzəməti var idi. Orada var ki, buyurur, hətta İza ətəv alə vadin nəml. Süleyman əleyhissalam ordusundan bir yerdə, qoşundan bir yerdə gəldi o qarışqaların vadisinə. Burada qarışqaların o böyüyü qalət nəmlətun ya əyyuhən nəmlud xulu alə məsakinəkum. Daxil olun öz udxulu məsakinəkum. Daxil olun məskənlərinizə, yaşadığınız yerlərə. Buyurur ki, Süleyman və onun ordusu sizi la yəhtimənə kum Süleymanu və cunuduhu və hum la yəş'urun. Özləri də bilmədən sizi ayağının altında, yəni tapdalamasın. Sizi Quran-ı Kərimdə də o la yəhtimənəkum kəlməsinin üstünə deyirlər, qərb alimləri. Bir məqalədə oxuyurdum ki, təhqiq eləyiblər ki, məsələn, bu səhvdir. La yəhtimənəkumu ərəb sındırmaq mövzusunda işlənir. Əlbəttə bizim yəni ədəbiyyatımızda, ərəb ədəbiyyatında, Quran məntiqində eybi yoxdur istiarə kəlmələr istifadə edən. Yəni, onların nəzərində güya ki, bu kəlmə burada istifadə olunmaz. Məsələn, şüşənin sındırmağına bu qeyd olunur bunu. Yəni, bir müddət sonra deyir, qarışqanın üstə dəqiq təhqiqat apardılar. Gördülər ki, qarışqanın məsələn, o üst qabığı, üst dərisi 70% məsələn, şüşə kimidir, şüşədən ibarətdir. Quranın təbiri dəqiqdir. Yəni, əzmək ifadə eləmir, sındırmaqla ifadə eləyir. Buyurur ki, la yəhtimənəkum Süleymanu və cunuduhu və hum la yəş'urun. Yəni, özləri də bilmədən ordusu və onun qoşunu, Süleyman və onun ordusu, onun sizi ayağın altında sındırmasın, məhv eləməsin, əzməsin. Bu sözü hədisdə var ki, külək qarışqanın səsini Həzrət Süleyman əleyhissalamın qulağına çatır. Quranda da var ki, və təbəssəmə, təbəssüm elədi, dahikən, təbəssüm elədi, güldü. Bu, kim qarışqa gör nə deyir? Qarışqanın səsini. Yəni, hədisdə var ki, İmam Sadiq əleyhissalam buyurur ki, bu külək də Həzrət Süleymanın vilayəti altındaydı. Bilirsiniz, o da onun əmrindən itayət eləyirdi. Qarışqanın səsini Həzrət Süleyman əleyhissalamın qulağına deyir, çatdırdı. Bu, təbəssüm elədi, Quran buyurur, fətəbəssəmə və dahikən min qovliha, qarışqanım sözündən güldü və qalə Rəbbi avzi'ni ən əşkura neymətükə əlləti ənəmtə aləyyə və alə valideyyə və ən əmələ salihən tarıdaq və ədxilni bir rəhmətkə fi ibadikə salihin. Və dua elədi ki, ilahi şükür olsun. Bu da özü bir mövzudur, vaxt çatsa buna işarə eləyəcəm. Bir şükür edirdi, ilahi mənə ilham elə, ey Rəbbim, mənə ilham elə, mənə və valideynimə əta elədiyin nemətlərə görə sənə şükr edin. Yəni, həm özünə, həm də valideyninə çatan nemət. Sanki valideynə çatan nemət insanın təkamülündə rolu var. Süleyman əleyhissalam işarə edir, Quran-ı Kərim işarə edir ona. Əlbəttə, eyni bu duanın axırı biraz fərqli olaraq Əhqaf surəsində də gəlibdir. Burada Süleyman Peyğəmbərin dilindən gəlir. Ki, qarışqanın səsini eşitməklə, özü də bir mövzudur da, qarışqanın səsini eşitməklə deyir, Allahdan istəyir ki, ilahi, mənə ilham elə ki, mənə verdiyin nemətləri şükür edin. Yəni, özü bir nemətdir. Qarışqanın səsini eşitmək, Allahın izninlə, bu cürlə. Lazım, bəhsim budur ki, İmam Sadiq əleyhissalam buyurur ki, külək qarışqanın səsini Həzrət Süleymanın qulağına getirdi. Həzrət Süleyman əleyhissalam qarışqaya gəldi, sual elədi ki, dedi, sən məgər bilmirsən ki, mən Peyğəmbərəm, mən ki, zülm eləmərəm. Qarışqa buyurdu ki, ya Süleyman, niyə mən bilirəm? Mən bilirəm sən Peyğəmbərsən, sən zülm eləməsən. Yəni, aləmin bütün, yəni insandan başqa hər nə aləmdə var, hamısı Allahın vəlisinə iman gətirir. Allahın vəlisinə iman gətirir, tanıyır onu. O cürlə deyirlər, quşlar, bütün varlıq aləmi hamısı qəm-qüssə içindədir İmam Zamanın zuhuru üçün, ta İmam Zaman zuhur edə. Onların da içində hədisdə var ki, heyvanat aləmində içində bərqərar edəcək. Quzu qurdun yanında deyir, otlayacaq. İmam Zaman gələndə. O qədər əmin-amanlıq olacaq. Yəni, bütün varlıq aləminə Allahın o əmin-amanlığı təcəlli eləyəcək, rəhmaniyyəti, rəhimiyyəti.
Lazə Həzrət Süleyman Əleyhisselam soruşur ki, deyirsən məgər bilmirsən ki, mən peyğəmbərəm, mən ki zülm eləmərəm. Deyir, niyə? Ya Süleyman, mən bilirəm. Deyir, bəs niyə bu cür dedin ki? Udxulu məsakinakum, daxil olun məskənlərinizə, evlərinizə, la yəhtimənnakum Süleymanu və cunuduhu və hum la yəşurun. Özləri də bilmədən Süleyman və onun ordusu sizi ayağınızın altında bu cür sındırmasın. Deyir ki, ya Süleyman, sən deyir, mən nəzər etdim sənin bu camalın, bu ordu, bu cür nə? Mən qorxdum ki, qarışqanın sözünə bax, mən qorxdum ki, mənim bu övladlarım, bunu qarışqanın o himayəsində olan o qarışqalar, mən qorxdum ki, sənin bu əzəmətini görərlər, sənin bu zinətini görərlər, Allahdan qəflətə düşərlər. Diqqət edirsən. Çox əcibdir. Qarışqanın o ailə canlığı, əsl ailə canlığı budur. Ki, mənim himayəmdə olan bu qarışqalar, mənim bu övladlarım, qarışqa özünü məsul bilir Allahın məhzərində. Məsuliyyət daşıyır. Öhdəçilik deyir. Mən bir qorxdum ki, sənin bu əzəmətini görərlər, qoşunuvu bu zinətlə səni görərlər, Allahın zikrindən qəflətə düşərlər.